İyi vaxtlar əziz seyircilərimiz. Xutbə Hadrat Türkmaniyadan sizlərə salam və sayğılar sunarım. Tabi bugün konumuzda almanı altımız üçün baxaq almada nə var? Nə faydaları var? Tərkibəsində nə var? Və insanoğlu nə türlü ala bilir özünü? Və əbhəs-ül ilmiyyə alma haqqında nə deyir? Tabi almanın tərkibəsinə girərsək, birinci tərkibəsini alırsaq, su var, şəkər maddəsi var, nəşə var, əmləh və ahmad var, vitaminat var. 4 vitamini var almanın tərkibində. Vitamin B1, B2, vitamin A, vitamin C və eyni vaxtda ahmad-ül udviyyə var. Və ən düşük bir nisbədə əmləh fosforiyyə var. O da zarurludur insanın damağı için. Amma almanın qabığı altında da çox maddələr var. O da zarurludur qadın üçün ki, isqat ola bilir özündə. Çünki alma üstə İngilizce bir qavlu var. Deyib ki, tüffahatun vahidə yeb'idüke minət tabib. Gündə bir alma yeyən insan doktor qapısını tanımaz. Bir almanın faydası çoxdur. Bizdə alma var kırmızı, bizim qayrıqdan alırsa olsun. Alma var sarı, alma var yeşil. Üçündə də aynı bu maddələri var. Bəs ən önəmlisi, ən istifadəsi olunan kırmızı ilə sarı alma insanın cisminə çox istifadə. Amma yeşil alma insanda biraz qəbizlik payda edər. Və eyni vaxtda da yeşil alma tənhif içində çox faydası var. Tabi almanın qabığı altında da olan o maddələr, loksin maddəsi var. O da qadın həmil əsnasında ki, çox qadın var, baxsa isqat olur özündə. Və bu almaya davam edərsə həmildən əvvəl isqatı daha olmaz, rəhmini quvvat edər. Gələ baxaq almanın təkvinində faydası nədir? Almanı alırsaq birinci, bir böyük mənəvi verirsən, o cismi var. Gündə bir alma yersə o, cismi var, kamil bir mənəvi verir. İkinci, dəl-mülük üçün çox faydası var. Dəl-mülük də nədir? Qan qatılığı əmləh olur insanda. Və bu qan qatılığı da hardan gələn çoğunluq qırmızı etdə, yumurta sarısından bukuliyyət yeməkdən çox. Bukuliyyət, qırmızı et, bunları insan çox yersə davamlı, nə olur özündə? Dəl-mülük olur. Alma yeyən insan bu dəl-mülükü gün-bə-gün özündə qalmaz. Dəl-mülükü gün-bə-gün özündə qalmaz. Və eyni vaxtda qəbizlik üçün böyük bir faydası var. Qəbizlik üçün böyük bir faydası var. Edibsə o qəbizsən, tamam. Səbəh xatı yuxudan bir almanı, o 2 almanın qabığını atdıq. İçindəki toxumunu atdıq. Almanın içindəki toxumunda bir nisbə zehir maddəsi var. Yəni toxumu ismimizə girməsin. Toxumunu da atdıq, bunu xurdaladıq, bunu qoyarıq xalataya. Yarım bardaq su ilə, o bir bardaq su ilə bunu dolatırıq xalatanı, olur qatı bir şərbət. Bunu səbəhlər içərsə bir bardaq, buna davam edərsə qəbizlik nihaiyyən səndə qalmaz. Qəbizlik halatı nihaiyyən səndə qalmaz. Bağırsığı peştəni, bağırsıqda olan sumum da qalmaz. Yəni qəbizlik üçün çox faydası var. Almanı da eyni vaxtda da o insanlar ki, mədəsi həzm etməz. Yemək yeyəndə mədəsində qalır, həzm olmur. Alma o konuda da çox faydası var. Və eyni vaxtda qərhə içində faydası var. Alma yemək qərhə üçün çox faydası var. Yeməkdən əvvəl yersə özünü Allahın günü bir 3 alma davamlı, səndə qərhə üçün faydası var. Və eyni vaxtda insana idrar verir. Alma insana idrar verir, müdarrirdir. İnsan idrar olanda özündə kliyəsində bir nəşat olur. Və eyni vaxtda kliyəsindən sumum, qumdur, iltihabdır, bakteriyadır, gün-bə-gün özündə qalmaz. Və eyni vaxtda da mühəddi əsabdır. Alma mühəddi əsabdır. Bax, bir almaniyyə bir yarım saat içeri sonra baxarsan asabı hadi oldu. Almada maddələr var, insanın asabına təsiratı var. Və eyni vaxtda tifo içində çox faydası var. İndi biz zaxta tifo olur. Tifo indi olur. Tifo təqribən yox olur, başlayıbdır. Çox xəstə gəldi. Tifo halatı var özündə. Ərşidən var və yericidə də olub özündə. Tifo olanda da o insanı hətmən yerə çalar, yıxar özünü, sümücünə vurar, işləyə bilməz. Və tifo halatı için alma çox faydası var. Bax, biz assaq özünü, bax, hər konuyu alandaq, girəndaq, ispat olanda deyirik, bir 50-60 il ənsəyə geçsək. 50-60 il ənsəyə geçsək, tifo halatı bilməzsək nədir? Kimsə eşitməz, tifo var, zaxt var, şeker yox idi. Nişi, bir belə zaq vaxtda umum evdə ərüc əzməsi var idi. Umum evdə ərüc əzərdilər, suyunu çıxardardılar. O insan eva gəldi işdən, ki, günəşdə işləyibdir, bax, əmələdir, bənnədir, qassabdır, hər nədir. Zaqda işləyibdir, eva gələndə bir bardaq ərüc əzməsi suyunu içərdi. Və həftədə də 2 gün ərüc əzməsinin doğramasını edərdilər bizim üçün.
Ərüc əzməsinin doğramasını edərdik, yerdik. Yerdik ki, məqbul evdə aşı yoxdur. Yox. Evdə aşı yoxdur, məsələsi deyil ki. O ərüc əzməsi cismdə olan sumumu atar yazıya, cismdə olan isməni atar yazıya. Ərüc əzməsini içərsə o həyatında tifo bilməsən nədir? Həyatında tifo bilməsən nədir? İndi nadir evlərdə var ərüc əzməsi. Çox evdə yoxdur. Yəni, indi xaصən bu yeni illərdə bu konuları bilməzlər. Amma əski illər bundan 50-60 il əvvəli çox önemli idi bu konuları. Çox maraqlıydılar bu ərüc əzməsinə. Tabii ərüc əzməsində faydası çoxdur. Tifo için ve insanın cismini peşler bu halıqlarda. Yani bu konumuzda dedik alma. Alma da aynen tifo için faydası var. Ve aynı vakitte şekeri olan insan edebil almanı yesin. Bak 2 taneye şekeri var. İkisine de alma ver. Şekeri olan birisine sele almanı yavaş bir yarım saatte 3 çerişteye, birisine sele almanı acele yiyeceğine. Acele ise o almanı şekeri kaldırır. Ama yavaş yavaş almanı yendev şekeri andırır. Yavaş yavaş yendev özünü alma izbar eder, pankreasa ifraz insülin etsin. Ne olur bu halde? Şeker halatı sende ener. Şekere tesir etmez. Alma bu konuda da çok faydası var. Aynı vakitte de alma derini şeddeder. Deride kolajen eder. Derini şeddeder, kolajen eder. Ve aynı vakitte tesavvuz koymaz kalsın dişte. Bakın umum meyvani yessak, umum yemek yessak, ağzımızı çarxalayağın. Bəs almada yox. Almanı yendək ağzımızı cərə çarxalamayağın. Və almanın da yani ilmiyen asaq özünü bıçaqdan peşləməyək, dişdən yaq özünü. Yani almanı dişu yesidəsən almanın içine yesen özünü. Yok bıçaqdan xurdalı yesen. Yok hatta dişun tesavvusu da kalmasın. Almada olan maddeler var. Dişte sarılıq, tesavvus koymaz kalsın. Diş mikrobatını öldürür. Ve dişe bir lem'a verir ve dişe bir diş etini kuvvet eder, sert eder. Yani almanı cere dişiyle kırasan yesen. Bir de almanı yese o ağzı cere çarxalamı yesen. Çok meyve yendik, o bir çay içtik, o bir yemek yedik, ağzımızı çarxalayağın. Ama almada yok. Yani almanın tamı kalsın ağzımızda, dişimizin etinde, hatta dişin etinde sert eder. Tabii almada romatizmde çok faydası var. Romatiz oğlu, iltihap kanda iltihap oğlu. Tabii romatiz olan insana çok nasihat ederim. Günde 4-5 alma yesin. Muaddel Allah'ın günü bir 7 hafta 2 ay yesin sözünü. Romatizmde hani diyebilem kalmaz silini o derecede. Alma yesin. Yani yemekte yemezsin. Yemek yesin beş en kuvvetini versin almaya. Almanı yedi. 5 alma, bir alma yedi. Bir 2 saat sonra bir alma daha yesin. Bir 3 saat sonra bir alma daha yesin. Yani 5 alma 6 alma yerse günde tabii o insanda romatizm halatı kalmaz ve bir iltihabat karında kalmaz ve cismi kamileten derkilir. Ama dediğimiz halde almanın kabığını sen zahtı var mesela. Zaht endiresen tamam. Almanın kabığını peşledi. Kurutu özünü. Yatımını bir aş kaşığı kadar bir bardak suya koymanı biraz kızdır kaynat. İç özünü bir zahtında çok faydası var. Kadında iskat oğlu. Yani çok kadın var. Maksanın rahminde işgalet var. İskat oğlu. Koy almaya devam etsin bir müddet. Almanı kabığıyla da yesin. Devamlı ederse yerse özünü. O iskat halatı da özünde inşallah kalmaz. Tabii almadan geri hiç kesilmeyağın. Geri günde bir alma yesin. Almanı yerse o günde bir kere deruda kolajen eder. Yani çok insan var, çok kadın var. Koy belediye bakarsan üzerinde leke oldu. Hadi hibilden sonra o bir leke oldu. Üzerinde bir darman vurup, o bir mesela bir ilaç vuruptu. Leke oldu isimde canında. Koy almaya devam etsin. Günde 2 alma yesin. 1 ay kamil. Aydan sonra günde 1 alma yesin. 1 ay kamil aynen. O 3. ayda bir gün yiyor, bir gün 1 alma yesin. Buna devam etsin. Bak cisminin derisi bakın oldu. Derisi bak nece? Derkili. Bayaz oldu, kolajen oldu. Ve bu almanın faydası çok insana. İnsan geri her evde yani nasihat edilmişde bir alma yesin. Hasratan kadın bir alma yesin. Almada da faydalar var. Bunları alırsak, almanı yersek sarı alma, o kırmızı alma, o yeşil alma. Yeşil almanı alırsak o insanlar çizdirir, rezim etsin, o rezimsin. Çok hayatı. Günde bir alma yer, sebbah acaç. Beşler bak oradalar özünü yer, yeşil alma biraz böyle kıymalı. Yer sözünü bir tokluk hisseder. 3 saat 4 saat daha azlık hissetmez. Baktı az oldu bir alma daha yersin. Yine 2-3 alma yerse devamlı hem yemeği az olur hem adası tutulur hem de katı şehiye var özünde ve müşkalatı da yoktur ve sahhi cismini zayıf eder.
işgaliyatı da kalmaz. Tabii son olarak Cenab-ı Hak'tan dilerim Efendimizin özü hürmeti hatırı için tüm hastalarımıza acil şifa ve sizlere de güzel sıhhat. Gelecek hafta Allah dediği olduysa ayrı bir meyve ile sizinle karşınızda olacağız.